Soruşurlar ki, bəs Rəşad qardaş, düzdür ki, ümrə vaxtı təlbiyəni səslə etmək lazımdır. Təlbiyə yəni ləbbeyk Allahumma ləbbeyk. Bu zikri, bu sözü deyəndə səslə, səsli şəkildə deməlisən. Bu barədə soruşurlar. Cavab budur ki, əziz qardaşlar, bu səhihdir. Təlbiyə səslə deyilir. Nə qədər çox yüksək səslə desən, o qədər yaxşı. Təbii ki, qışqırmaq yox, öz nəfsinə əziyyət vermək yox, lakin səsli etmək lazımdır. 4 məzhəb alimləri bunun üzərində ittifaq ediblər. Hətta İmam Nəvavi, rahiməhullah, alimlərin icması nəql edir ki, səslə etmək müstəhəbdir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Cəbrail gəldi, mənə dedi ki, əshabıma deyim ki, sahabələrimə təlbiyəni səslə etsinlər, qaldırsınlar səslərini. Biri soruşa bilər ki, bəs Rəşad qardaş, ümrə edən qadınlar necə? Qadınlar, onlar da səslərini qaldırır, ləbbeyk Allahumma ləbbeyk səsli şəkildə. Cavab budur ki, xeyr. 4 məzhəb alimləri hamısı ittifaq ediblər ki, qadın səsini qaldırmır. Hətta İmam İbn Abdülbar rahiməhullah icma nəql edir bu barədə ki, qadınlar səsini qaldırmırlar. Özü eşidəcək qədər, yəni özündə deyir. Ləbbeyk Allahumma ləbbeyk. Özü eşitsə bəs edir, yəni səsi qaldırmırlar. İbn Ömərdən sabit olub ki, radiyallahu anhumə, deyir, qadınlar qaldırmır səsini. Qadınlar səsini qaldırmır. Hər bir halda təlbiyə səslə edilir, yoxsa yox, məsələ bu yerdədir. Allahu ələm.